Salamlar dostlar, video xoş gəldiniz. Bugünkü videomuzda Klan Savaşı Ligi'nin son günündəyiz, 7-ci gündəyik və o saldırını elədikdən sonra Kupalı Savaşda da qalan saldırı 4 dənə saldırım qalıb. O 4 dənə saldırını da eləyərəm. Gəl bura, kahramanlar gücləndirim yenə. Hər videoda beləsi rasxoda düşürük. Buradan 3100 yığıb alev topunu alacağım. Bəlkə alev topu saldırısına da keçdik də bir ara. Biraz divar basım. Hələ də belə binası 14-dən qalma divarlarımız var. Birinci mən nə yüksəldəcəm ona qərar vereyim. 10 milyon 400 minə bastım laboratuvarı. Ondan sonra Klan kalesini basacağım. O 1 milyon 600 min neynək? Ona çarəmiz var. Gəl bura, bas iksirlə hamısın. Sonra 3 milyon 200 minə qalan divarları da basın. Bəs elədik, yox. Gəl bura. Kullan. Yox, bu yox. Kullandım hamısını. Bunu da bastım. Nə artıq qalsa saldırılar elədikcə basaram hamısını. Qalanların. On 1 milyon 200 min. 11 milyon 600 min. Yəni yavaş-yavaş saldırılar eləyim. Saldırılar elədikcə onları da basaram. Klan kalesi pastasını işlətdim. Oradan girim. Bu hissələri alsam. Bunları. Anladım. Tilki bir dənə qabağa getməsin. Başqa heç nə istəmirəm. Şampiyon. Sənin öldü tilki. Ay Allah, get. Of. Çıxdı bütöv çölə. Şampiyon nağarır da nə? Of şampiyon, of. Hər videoda pox qoyursan hər şeyin içinə. Get görüm nə iş görəsən. Şampiyon öldü. Tək gedir nədənsə. Nətər toparlayayım mən buradan. Biraz pis saldırdım. Şampiyon canı nətərdə oldu eləmcik. Şifaçılar öfkə ilə birləşdi. Soda. Şampiyon. Ay. Bu çörə savunmalar qoyurlar, xırda savunmalar. O kaydırır da şampiyonu. Yəni Barbar Kral biraz da irəliləsin, özəllik basacağım. Narahat olmayın, axirətə saxlamamışam. Bas. Tanklaya bilsələr kraliçəni aldıq. Ki o da tanklaya bilsələr. Monolit o qədər əskərin içində getdi şeyə vurdu da. Kraliçəyə. Anka var. Çöldə temizlik əsgərlərimiz var. Hə, 3 ulduz, 3. Bəxtimiz gətirdi. Yoxsa buradan 3 ulduz gəlmə ehtimalı yox idi. Səviyyəsi də düşükdür. O pisdir biraz. Kanca tərəfdən girim. Kancanın... Of, nətər eləyək. Kanca da şey eləyəcək də. Çəkəcək özünə. Çəkməsin.
Telçi get içəri. Öfkə basıram. Of, belediyə vurdu da. Hələ tez dağıtdım ki, ölməsin şey. Telçi. Al da dayanı 5 saata fikirləşir. Bu nədir? Yenə ordu kaydı. Düzdür, kayacaq elə düzəni idi. Barbar kral qayıtdı deyəsən içəri, hə. Barbar kral özəlliyi gedəcək ortada bir dənə. Of, o nə özəlliyi idi axı hələ. Kraliçə. Kraliçə öləcək ama nə etdirirlər ipdə. Yox, ölmədi. Gəldik bura. Barbar krala odaqlanıbdı tekli. Ne, ankamız var. Barbar kral oraları alsın. Təmizlik. Şampiyon ölübdü. 3 gəlmədi. Yo, gəldi. Qəşəng ruhlar oyalayır. Adı da var bir dənə. Alarıq. Kraliçə divara da taxılmadığı müddətcə problem. Ay, vaxt çatmadı. Yəni fərqli gedə bilər. Aha. Burada görünməzlik kulesi var. Bu cəhənnəm kulelərinin birindən saldırmalıyım ama hansından da iş orasındadır. Burada. Bir dənə. Buralar heç nə görmür ki. Hə. Bir dənə o havanı alım. Özəllik. Tilki öldü. Neyine yoksa da lazım olan işi gördü. Onu almayacağım, ehtiyac yok. Sonrası sağdan gireceğim. Ya da al. Çəkdim. Kraliçə ölməsin deyə. Almışıq onu deyə baxın. Aha da. Bir dənə elektro attım. Buradan orduyu sal. Kraliçə üçün öfkədə var. Yox, basmağım mənası olacaq. Kraliçə öləcək onsuz da orada. Özəllik öfkə bastım. Barbar kral girsə inşallah içəri.
Özellik basmalı oldum mən yenə. Oralar çox hasar verəcək. Bir də yorumlarda kimsə yazmışdı. Ekranı çox tərif etmə deyə odaqlanamırıq. Ona görə konforlu olsun dedi, çox tərif etmədən. Ha, Barbar Kral oradadır. Oraları təmizləyəm ki, son sekund top. Sekund top da deyirəm, dikənli top. Ha, nə ora gedəcək? Ha. Biraz tez olun. Şampiyon tək getdi. Yenə vaxtdan getdi də. Gərək şampiyonu çox yürütməyəm. Hər dəfə belə vaxtdan gedəcəksə. Vaxtdan 93-də qaldıq. Monoliti alsam yaxşı olar. Orada dinamit var. Onu tek atarsan. 2 vuruşda aldı. Son vuruşu. Hə. Getdi Barbar Kralı. Öfkəyin birini burada işlədəcəm. Öldü tilki. Öldü. Həmişə kimi. Onun canı az deyir nəsə. Kəllə avutsun burada. Minyon prensə dön deyə. Müəllik bastım ordun əridiyi üçün. Nə oldu? Ordu dəqiqə başı taxılır bir yerlərdə. Gah kasırğa çıxır, gah buz qoləmləri oyalayır. Dikenli top. Cəhənnəm kulesinə dəymədi. Pekkoya baxaq. Okka verir orada. Əlimdə hələ də şey var. Ay Allah, şampiyon yenə getdi vaxt. Yenə vaxtdan getdi. Poy zibiləyə. Vaxt məsələsini nətər idarə eləyim? Dəqiqə başı beləncə bitəcək hər dəfə. Vaxt niyə çatmır? 3 dəqiqə deyil ki, saldırırlar. Mənə bəs eləyirdi. Nəysə. Qanimet çəkək. Hə, divarlar bitdi. Beləncə bir duraq. Divarlar bitdi, amma hələ təzədən başlayacaq divarları. Əvvəl gəl bura. Artıq yeni divarlarımıza keçdik də. Yavaş-yavaş onları da basaq. Vaxt çatmır. Vaxt çatmaqdığına görə hız şişesi alıram. Hız şişesi ilə biraz sürətli olur da gənə.
Roket mızraq nəsə yenə sərf eləmədi. Bir dənə də klan pastası aldım. Gərək almazdım, qalardı orada. Süreli olur beləncik. Divar basarımı. Ona görə hələ ki gözlədim. Basmadım heç nə. İnşaatçılarla. Yaylı tuzaqlara bax elə. Tilki. Vardı da. Belediyə binasının yanından girməyin Esvat. Məndən sizə tövsiyə. Elektronu da oradan bıraktım. Ay, hə, qayıtdı ordu ilə. Var ordu ilə getsə çox yaxşı olacaq. Açın divarları, açın, hə. Oy, səni sarmaşdırdım. Özellik şifacıların canı da olsun. İrəliyin. Bir dənə də öfkə. Çift öfkə də qəşəng bir şeymiş. Kahraman canlandırma, nə edirəm? Və bura biraz asan yeri idi, düzdür. Aha, barbar kral. Bas özellik bas. Helal olsun. Arada bir işe yarayır. Fikir verirsiniz də qanimetlər çox çıxır. Ay, bəxtimizə bax. Buradan ağarmayım mən. Buradan girəcəm elə onsuz da nə mənası var. Elektron da at. Nətərmiş bura. Bizə qanimet lazımdır da, nə edirəm. Belə deyən də alaq. Ya, ehtiyac yoxdur. Neysə. Onları almıram. Biraz da qanimet kalsın, bağlayaram sonra videoyu. Bunların hamısını alacağım. Düzdür, gərək şampiyon qaçmasın da çölə. Yavaş. Hız şişesi çox qəşəngdir, ancaq bəzən də su getdiyi üçün problem olur. Belediyə vurmadı ki, hə. Oradan saldırıram. Buradan, hə. Kraliçəni birinci atacağım, həmişə kimi. Of, ona hasar idi eləncik. Kəllə avlısı. Barbar kraliçə getdi, amma yenə də attım da. Allah. Ay, şampiyon atmışım. Neyse, ölməsinlər deyə şeyləri öfkələndirdim. Şifacıları. Bu hissəni sarmaşdır. Bax, görürsünüz də bu dəfə hız şişəsi sərf eləyir.
Gel. Barbar kralın özelliği. 5 hasar verdim. Hız şişesinə görə bəlkə də vaxtdan getmədi də. Öyle değil mi? Açıldı her yer. Öfke patladı. Sağda solda bir şey kalmayıp. Heh, ekrandan çok da oynamayayım. Video kaliteli olsun. Bas. 4 milyon da çok diye. Biz altın biletten gene biraz ucuzlaştırma şey deyirik ama yine də çoxdur da. Klan savaşı ligində saldırma eləməmişəm. Onu bir dənə eləyim. 15-ci gün. 15-ci gün, 15-ci yer. Yapalım, ne yapalım. Ben buradan şampiyon yürütsəm, şampiyon çölə qaçacaq. Çıxacaq da çölə. Feycinə. Ancaq yox. Buradan atsam inşaatçı kulübəsinə, içəri girər. Neyse, yoxlayaq da şansımızı. Deneməkdən zarar gəlməz. Uzağı klan soyacaq, başqa da bir şey olmayacaq. Aha. Of. Gərək heç burada telçini işlətməyəm. Hara edəsən sola? Belediyə etdim. Telçi görsən şey eləyəcək, kömək, hə elədi. Neyse, indi bu hissədən atırıq ordunu. Şampiyonat atıydı mı? Hə. Ay Allah, yine kasırga. En sevmediğim tuzaqdır da. Çok güclü diyor tuzaq. Ay Allah, kral çöldən getdi. Heç son inşallah içəri girər. Atmadı. Hə. Orada zehri atacaqdı, az qalsın. Hələ ki ordunu toparlaya bilərəm. Özellik bastım. Ay Allah. Yeri də. Bu hissədə basıram. Öfke. Barbarka hələ də çöldədir. Hələ ki 3 ulduz şansımız var idi. Ya var hələ də. Buranı ruhlar təmizləyər yəqin. Tilki yaşayır. Tilki yaşayırsa bir şansımız var. Bir dəqiqə, Barbarkanın özelliği vardı. Əlimdə kəllə avcısı at. Nə mənası oldu? Aha, 3 ulduz. Ordu beləncə qəşəngdir. Əvvəlki gün göstərməyim, 6-cı gündəki saldırıda 2 ulduzda qaldıq. Sabahlar bəlkə ordu videosu çəkdim. Ordu videosundan sonra da köy incələməsi videosu var. Köy incələməsi videosuna da gedin köy kodunuzu atın. Yəni bir video çıxsın da mənə. Sonraki videoda görüşmək üzərə deyək onda dostlar. Sağ olun, salamat qalın.